Deməli, uşaqlar, bu günləri biz əsasların təslimatı və adlandırılması və xassələri haqqında danışacağıq test toplusundan. Birinci sualımızda deyir ki, əsasları müəyyən edin. Biz bilirik ki, əsas metal atomu və hidroksil qrupundan ibarət olan mürəkkəb birləşmələrə əsaslar deyilir. Və xüsusi olaraq diqqət eləməliyik ki, metal atom olsun və hidroksil qrupu olsun. Mən görürəm ki, A bəndində burada kuprumo yazılıbdır. Bu əsas sayılmır, oksiddir, fermo oksiddir, natrium xlor metal atomu və turşu qalığı duzdur, keçəcəyik. HNO3 turşudur, amma Y variantında natrium metaldır, OH hidroksil qrupudur, kuprum metaldır və OH isə hidroksil qrupudur. İkinci sualımızda nədir? İkinci sualda deyir ki, alüminium OH3 parçalanır suya. Ümumiyyətlə, litium, natrium, kalium, rubidium, sezium, kalsium, stronsium, barium. Bunların OH-larından başqa bütün metalların OH-ı həmin metalın oksidinə və suya parçalanır. Bəs alüminium metalının oksidi necə yazar? Alüminium bilirik ki, 3 valentlidir deyə cavab olacaq alüminium 2O3. Deyir, magnezium hidroksid, sink hidroksid qarışığından hansı maddənin məhlulu ilə ayırmaq olar. Magnezium bilirik ki, orta qüvvətli metaldır. Sink də orta qüvvətli metal olsa belə, sink magneziumdan fərqli olaraq amfer xassəlidir. Və amfer xassəli metalların özü, oksidi və hidroksidi digər metallardan fərqli olaraq qələvlərlə reaksiyaya daxil ola bilir. Dördüncü sual deyir, hansı reaksiyada X qələvidir? Qələvi olması üçün biz nəyə diqqət eləməliyik? Məsələn, SO3 isə gələk burada 2 mol natrium OH yazsaq, həmin bu X-in, bəli, natrium OH ola bilər. Çünki alınar burada natrium 2 SO4 üstə gələ H2O. Bir doğrudur. Əslində burada çox testləri uşaqlar zamanı gələndə reaksiyaları öyrənəcəksiniz. Burada X-in qələvi ola bilməz. Çünki niyə? X-in qələvi natrium OH olsa, onun tərkibində hidrogen var. Baxın, bu hidrogeni qaralıram. Hanı burada hidrogen yoxdur axı? Onda ikincisi qələvi ola bilməz. Və burada isə biz keçəcəyik ki, metallarının OH-ı çöküntü olan metalların OH-ını almaq üçün, yəni kuprum OH2-ni, alüminium OH3-ü, ferum OH2-ni, ferum OH3 almaq üçün həmin metalların həll olan duzuna qələvi ilə təsir etməliyik. Bəli, X-in qələvi ola bilər. Doğru cavab olacaq 1 ilə 3C variantı. Keçsin növbətiyə. Deyir, hansı birləşmənin termiki parçalanmasına yalnız mürəkkəb maddələr alınır. Bunu yaza bilməməyiniz normaldır. Çünki qarşıdakı dərslərdə öyrənəcəksiniz bu reaksiyaları və burada bayaqları artıq bu reaksiyanı biz gördük. Alüminium OH3 parçalanır, alüminium 2O3, üstə gələk H2O ya. Yalnız mürəkkəb maddə alındı Bakı variantında. Məsələn, burada oksigen çıxır, burada oksigen çıxır, bəsitdir, burada oksigen çıxır, burada oksigen çıxır deyə bəsit maddəni deyir götürmə. Natrium OH və ferum OH üçün hansı ifadələr ümumi deyil? Xlor türsə reaksiyaya girir. Hər ikisi hidroksidi, yəni əsasdır. Xlor turşuda bəli, əsaslar turşularla reaksiyaya daxil olur. Bu ümumi oldu. Əsasdır, bəli, hər ikisi əsasdır. Qızdırdıqda parçalanır, bəli. Çünki litium, natrium, kalium, rubidium, sezium, kalsium, stronsium, barium OH-ları parçalanmır. Yerdə qalan OH-lar parçalanır. Bəs yaxşı, ferum OH2 nəyə parçalanır? Burada dəmir 2 valentlidirsə, 2 valentli olan oksidinə parçalanacaq. Ferumo plus H2O-ya parçalanacaq, unutmayaq. Ardınca 7-ci sualda nə deyir? Deyir, hansı halda birləşmələr doğru adlandırılmışdır? Dəmir dəyişkən valentli və OH-ın valentliyi 1-dir. 2-ni vurdum 1-ə, böldüm 1-ə, 2 düşdü. Olacaq dəmir 2 hidroksid, düzdür. Xrom hidroksid yazılmaz. Axı xrom dəyişkəndi, burada ortada rəqəm olmalıydı. Bu səhvdir. Kükürt 6 oksid. Bəli, oksigeni 2 yazanda 3 dəfə 2-nin 6 böldüm 1-ə 6 oksid. Bu doğrudur. Cavab olacaq 1 ilə 3 Bakı variantı. Hansı sıradakı əsasların hamısı suda yaxşı həll olur? 9 dənə əsasımız suda yaxşı həll olandır ki, bunlara qələvlər deyilir. Litium, natrium, kalium, rubidium, sezium, kalsium, stronsium, barium və NH4-ün OH-ı. Onda doğru cavab olacaq Bakı variantı. Keçirik növbətiyə. Növbətiyə keçək. Bizə dəqiqə pozandan silək bunları. Aha. Sonra keçirik növbətiyə. Bizə növbətdə nə deyir? Deyir ki, bizə dəqiqə, bizə deyir ki, nə deyir? Deyir, hansı halda suda həll olan əsaslar verilmişdir? Suda həll olan əsaslar litium, natrium, kalium, rubidium, sezium, stronsium, barium və NH4-ün OH-larıdır. Onda ferum ola bilməz, kuprum ola bilməz. Doğru cavab burada yəqin kaliumdur bu. 1 ilə 4 olacaq. Hansı reaksiya doğru deyil?
Biz bilirik ki, əsasların parçalanmasını veriblər və müəllimə mənə deyib ki, 8 dənə əsasın parçalanmır. Litium, natrium, kalium, rubidium, sezium, kalsium, stronsium, barium, bunların OH-ları parçalanmır. Onda Y variantı səhvdir. Çünki niyə görə? Natrium OH parçalanmaz. Ardınca hansı birləşmə doğru adlandırılmamışdır? Dəmir 3 hidroksid. OH-ın valentliyi 1-dir. Bir dəqiqə rəngi dəyişim. OH-ın valentliyi 1-dir. 3-ü vurdum 1-ə, böldüm 1-ə, 3 düşdü və adı nə olacaq? Dəmir 3 hidroksid, düzdür. Amma doğru adlandırılmamışdır dediyinə görə bunu silirəm. Mis 2 hidroksid. Bəli, OH-ın valentliyi 1-dir. 2-ni vurdum 1-ə, böldüm 1-ə, 2 düşdü və mis dəyişən dedi. Burada valentliyi deyilməli idi. Bu doğru adlandırılıb. Məndən səhv istəyir. Xrom 3 oksid. Oksigeni 2 qoyanda 3-ü vurduq 2, 6 oldu. Burada olmalıdır xrom 6 oksid. Bu səhvdir deyə səhv istədiyinə görə yalnız 3-ü götürəcəm. Hansı halda maddələr doğru adlandırılmışdır? Baxaq. Mis dəyişkəndir. Oksigeni 2 qoyuram. 1-i vurdum 2-yə, böldüm 2-yə, 1 düşdü. Adı olacaq mis 1 oksid. Harda var? Mis 2 oksid səhvdir. Mis oksid ola bilməz. Mis 2 oksid səhvdir. Ya dedi, ya yedi. Xrom dəyişkəndir. OH-a valentliyi 1 qoyuram. 2-ni vurdum 1-ə, böldüm 1-ə, 2 düşdü. Adı olmalıdır xrom 2 hidroksid. Cavab oldu Y variantı. Burada 6 hidroksid deyə səhvdir. Hansı ifadələr doğrudur? Baxaq. Bütün əsaslar suda yaxşı həll olur. Xeyr, 9-da dənə əsasımız var ki, suda yaxşı həll olur və ona biz qələvlər deyirik. Sonra deyir, bu səhv oldu birincisi. Sonra deyir, suda həll olan əsaslar qələvlər adlanır. Bəli, suda həll olan əsaslara qələvlər deyilir. Suda həll olan əsaslar lakmusun rəngini dəyişir. Yəqin ki, dəyişir verirsə, bəli, lakmusun rəngini göy rəngə boyayır. Sonra deyir, bütün əsaslar qızdırıldıqda parçalanır. Bu səhvdir. Qələvlər parçalanmır. NH4OH-dan başqa və cavab oldu Bakı variantı. Keçirik 14-cü suala. Deyir, 2 valentli metalın 5,6 qram oksidinin su ilə reaksiyası, metalın 5,6 qram oksidinin su ilə reaksiyasından 7,4 qram əsas alınıb. Bu metalı deyir müəyyən edin. 2 valentli metal deyir, metalın 5,6 qram oksidinin su ilə reaksiyası. 2 valentli metalın oksidi, bir dəqiqə, 2 valentli metalın oksidi, metal və oksid isə 2 valentlidirsə, oksigeni də 2 yazanda görən formüllər belə çıxır. Bunun deyir su ilə reaksiyasından üzərinə su gəlirik. 2 valentli metalın hidroksid əmələ gəlir. Metal OH 2 və əmsalaşma ehtiyac yoxdur. 5,6 qramının, buraya yazırıq 5,6 qram, buraya yazıram x plus 16. Bu zaman 7,4 qram əsas əmələ gəlib, 7,4 qram. Qramın altına həmişə əmsa vurulsun, emir yazılar. Metalda bilmirəm nədir. 16-nı vurdum 2'ye 32, 1'i vurdum 2'ye 2, 32'ni 2'ni topladım 34. Və 5,6'ya 7,4 ise x plus 16 ise 34 yazacağıq. Deyir, hansı əsaslar həm HNO3, həm də natrium OH ilə reaksiyaya daxil olur. Mən baxıram ki, HNO3 turşudur, natrium OH əsasdır. Həm turşlarla, həm əsaslarla reaksiyaya girən maddələr amfiter xassəli olmalıdır. Onda birincisi, suda həll olmayan amfiter xassəli deyil əsas olaraq, amfiter hidroksidir. Amfiter hidroksidir, bu isə qələvidir, olmaz. Cavab olacaq 2 ilə 3. Hansı qələvi daha zəif əsası xassəlidir? Mən görürəm ki, litium, natrium, kalium, rubidium, sezium bu istiqamət verir. Və yuxarıdan aşağı metallıq artırdı. Bunlar hamısı qüvvətli metallardır. Amma litium bunlara baxmış bir balaca digərlərindən fərqli olaraq zəif xassə göstərəcək. Hansı maddələr amfiter xassə göstərir? Kaliumun amfiter xassəsi yoxdur, kalsiumda yoxdur. Deməli, xromun 2 valentlisində yoxdur. Sonra ardınca maqnezium amfiter xassəlidir. Cavab olacaq C variantı. Sink oksid amfiter oksiddir. Berilyum OH2 isə amfiter hidroksiddir. Hansı reaksiyadan əsas alınır? Yadınızda qalsın, görürsünüzmü? Metal oksidin üzərinə su gəliblər. Hansı metalların oksidi su ilə reaksiyaya girib əsas əmələ gətirə bilər? 8 dənə metalım. Litium, natrium, kalium, rubidium, sezium, kalsium, stronsium, barium. Bunlardan başqa hansısa bir metalın oksidi su ilə reaksiyaya girmir. Onda nə variantı olacaq? D variantı olacaq. Keçək indi növbəti sualımıza baxaq ardınca. Deyir ki, görək nə deyir? Deyir, suda həll olmayan əsasları müəyyən edin. Kalium OH qələvidir, suda yaxşı həll olur. Bir dəqiqə. Kalium OH suda yaxşı həll olan əsasdır. Hansı reaksiyadan deyir ki, mən bir dənə şəkli dəyişim, başqa şəkil götürməliydim. Bir dəqiqə. Deməli.
Daha təmizdir. Deyir, suda həll olmayan əsasları müəyyən edin. Deməli, bir dənə qələmi dəyişək. Aha. Kalium OH suda həll olandır. Kalium OH qələvidir. Natrium OH qələvidir. Sonra barium OH qələvidir. Cavab olacaq D variantı suda həll olmur. Hansı reaksiyalardan bunun üzərində bir balaca cızmaqar olub, eybi. Hansı reaksiyadan qələvi alınır? Yadınızda qalsın. Ümumiyyətlə ikinci reaksiyanı görən kimi silirəm. Niyə? Sink heç bir qələvinin tərkibinə daxil deyil. Və qüvvətli metallar lityum, natrium, kalium, rubidium, sezium, kalsium, stronsium, barium bu metalların özləri də, bax kaliumda, eləcə də oksitlər də su ilə reaksiyaya girəndə qələvi alınır. Doğru cavab olacaq 1-dən 3. Sonra hansı reaksiyadan qələvi alınır? Ferum ümumiyyətlə qələvlərin tərkibinə daxil deyil. Çünki 9 dənə qələvim var. Heç birində ferumu görməmişəm. Onda 1-lə 2 daha doğru olacaq. Çünki həm özü 8 dənə metalın, həm də oksidi su ilə reaksiyaya girəndə qələvi əmələ gətirir. Bircə dəqiqə. Belə silim. Aha. Deməli, nə olacaq? Ferum qələvlərə aiddir. Doğru cavab olacaq 1-lə 2. Hansı metallar su ilə qarşılıqlı təsirdə olduqda qələvə alınır? Lityum, natrium, kalium, rubidium, sezium, kalsium, stronsium, barium. Bu metallardan başqa heç biri su ilə reaksiyaya girib əsas əmələ gətirmir. Əsasda qələvi əmələ gətirirsə, qələvləri təşkil edən metal olmalıdır. Y maddəsi müəyyən edin. Kalsium üzərinə oksid gəldi, oksigen gəldi, alındı kalsium oksid və kalsium oksidin üzərinə su gələndə alınacaq kalsium OH2. Bu da nədir? Qələvidir. Və yaxud da belə yanaşa bilərsən ki, burada kalsium oksid alınır. Kalsium oksid də su ilə reaksiyaya girəndə metal atomu və OH qrupu olan qələviyə aid ola bilər. Çünki kalsium qələvini əmələ gətirən metaldır. Deyir, CH4 xlorçu və CO2-dən ibarətdir. Qaz qarşısında metanı ayırmaq üçün hansı maddə məhlulundan istifadə etməlisən? Elə bir şey olmalıdır ki, burada xlor da CO2 də bu maddəni görən kimi reaksiyaya daxil olsun. Və sizi hələ qınamıram, bu testi cavablandırması üçün çətin olacaq. Cavab olacaq D variantı. Çünki niyə? Metan kalsium OH2 ilə reaksiyaya girməyəcək. Xlor da kalsium OH2 ilə reaksiyaya daxil olacaq. CO2 də kalsium OH2 ilə reaksiyaya girəcək. Hansı halda kalium, deyir, hansı halda kalium hidroksid əmələ gəlmir? Baxaq. Və kalium hidroksid əmələ gəlməsi üçün biz bilirik ki, qüvvətli metalların özü oksidi reaksiyaya girəcək, sulla qələvə əmələ gətirəcək. Kalium yodidinin elektrolizidir, kalium xloridinin elektrolizidir. Bunlar da alınacaq və burada D variantı olmaz. Çünki kuprum H2 çöküntüdür, deyəcək reaksiya getmir. Bunu zamanla öyrənəsiniz. Hansı halda əsası düz alınmır? Biz bu zaman nə edirik? Reaksiya daxil olan turşunun tərkibindəki hidrogenlə, bunlar turşulardır uşaqlar. Baxın, bu hissədə verilənlər turşulardır. Burada isə əsaslar verilir birinci hissədə. Əsasların tərkibindəki OH ilə turşunun tərkibindəki H-ı müqayisə edirik. Duzlar bölməsində izah verəcəyim mən bunu sizə. Və ona aid olan bütün testlərdə rahatlıqla işləyəcəyiz. Və burada OH-ın sayı H-a bərabər olarsa normal duz alınır. Əsası duz alınması üçün OH-ın sayısı H-dan çox olmalıdır. Məsələn, 2-ni vururam 2-yə, 4 dənə OH-ım var. 2-ni vururam 1-ə, 2 dənə H-ım var. Elə doğru cavab A variantıdır. Çünki 4 dənə OH 2 dənə H-dan böyükdür. Yadınızda qalsın. Elə A variantı olacaq. Əsası duz əmələ gətirir. Sonra ardınca baxacağıq. Alınmır deyir. Üzr istəyirəm, alınır. Onda bunu silirəm. Bu olmayacaq. Y variantına baxıram. 3-ü vururam 2-yə, 6 dənə OH-ım var. 3 dənə H-ım var. OH-ım çoxdur deyə əsas duz alınacaq. Bunu da silirəm. Burada 1-i vururam 2-yə, 2 dənə OH-ım var D variantında və 2 dənə H-ım var. Bərabər olduğuna görə normal duz alınacaq. Burada da əsas duz alınmır. Onda D variantı olacaq. Alınmır istəyirdi. C variantı 3 dənə OH-ım var. 2 dənə H-ım var. OH çoxdur deyə əsası duz alınacaq. Doğru cavab burada D-dır. Çünki əsas duz alınmır. Və əsası duzun üzərinə deməli, üzərinə gəliblər 1 mol, əsas duzun üzərinə gəliblər 1 mol turşu və 1 əsaslı turşu deyə buradan bir dənə OH kopanda 1 OH tərkibində qalacaq. Bu haqda da danışacağım. Bu da əsaslı duz verəcək. Doğru cavab D variantıdır ki, 2 dənə OH-ım, 2 dənə H-ım var və normal duz əmələ gəlir. Qələvləri deyir müəyyən edin. SO3 plus X-dan natrium 2 SO4 H2 alınır. Bəli, bu X-in natrium OH ola bilər.
ki 2 mol natrium OH-dan girəndə natrium 2 SO4 və su çıxır. Bu doğrudur. Sonra deyir SO3 plus Y-dən alınır natrium 2 SO4. Y natrium OH ola bilməz. Çünki niyə? Çünki natrium OH-ın tərkibində hidrogen var. Görürsünüzmü? Bu alınanda heç hidrogen çıxmadı. Deməli Y qələvi deyil. Sonra Z-im də kuprum SO4-ün üzərinə biz Z gəlsək, bəli, burada qələvi götürə bilərəm kalium OH, çünki kuprum OH burada çöküntü verəcək. Doğru cavab olacaq, deməli, X-la Z. Y-im qələvi ola bilməz. Keçir növbəti suala. Növbəti suala baxaq. Bizə dəqiqə uşaqlar. Aha. Növbəti sualda bizə deyir ki, amfitter hidroksitləri müəyyən edin. Amfitter hidroksit üçün mən qələvləri çıxıram. Bu getdi. D bəndində xrom OH2 amfitter xassəli deyil. Maqnezium OH2 amfitter xassəli deyil. Hardan bilirəm? Əzbərləmişəm. Kalsium OH2 qələvidir. Deməli, doğru cavab A variantdır. Natrium OH və HNO3 üçün deyir ümumi olan, bir də fərqli olan Venn diaqramında müəyyən edəcəyik. Lakmusu qızardır. Lakmusu qızardırsa bu turşulara aiddir. Bir gedəcək bura. Çünki qələvlər lakmusu göyərdir, turşular qızardır. Gələndə biləcəksiniz. Amfitter oksidlər reaksiyasından duz alınır. Amfitter oksidlər həm turşularla, həm əsaslarla reaksiyaya girəndə duz verir. Deməli ki, gedəcək bura. Suda məhlul qüvvətli elektrolitdir. Hər ikisinin suda məhlul qüvvət, çünki bu qüvvətli əsasdır, bu da qüvvətli turşudur. Üstə gedəcək ortaya. Sonra dördüncü, turşularla reaksiyaya daxil olub duz əmələ gətirirsə, bu əks tərəfdə, yəni əsas olmalıdır. 4 bura gedəcək. Qızdırdıqda parçalanır, natrium OH parçalanmaz, HNO3 parçalanır. Burası isə nə olacaq? 5 gedəcək. Geçsin növbətiyə 30-cu suala. Hansı maddələr qələvidir? Kalsium hidridin üzərinə su gələndə istəyir qüvvətli metal, litium, natrium, kalium, rubidium, sezium, kalsium, strontium, barium. Bu metalların özləri də, yəni kalsiumda, oksidi də, eləcə də hidridi də su ilə reaksiyaya girəndə qələvi verir. Demək, X-im qələvidir, düzdür. Hansı maddələr qələvidir deyir. Burada ümumiyyətlə qələvini əmələ gətirən metal yoxdur. Axı fikir verir, alüminium metaldır. Bu qələvi əmələ gətirən metal deyil ki, hələ bir alınanda da nəsə qələvi kimi baxımına. Burada isə baxıram, Z-in üzərinə sink qələvlə alınıb, natrium 2 sink O2 üstəgəl bu hidrogen laboratoriyada alınması. Burada Z maddənin natrium OH-dır. Bəli, bu da qələvi sayılır. Keçəcəyik.